Hansı işçilər işdən çıxarıla bilməz? Qanun nə deyir? Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən hamilə, habelə 3 yaşınadək uşağı olan qadınların, 3 yaşınadək uşağını tək başına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub, məktəb yaşınadək uşağını tək başına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə Həmkarlar İttifaqları Təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin, habelə məzuniyyətdə və ezamiyyətdə olan işçilərin, müəssisənin ləğvi və əmək müqaviləsinin müddətinin bitməsi əsası istisna, digər əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.